Biznes TV-də günün iqtisadiyyat xəbərləri ilə qarşınızdayıq. Bakı Enerji Həftəsi artıq yeni yanaşmaların və beynəlxalq dialoqun formalaşdığı nüfuzlu bir forum kimi tanınır deyə Azərbaycan Respublikasının prezidenti bildirib. Bakı Enerji Həftəsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş Caspian Oil və qaz sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür. Azərbaycana bu il yanvar-aprel aylarında idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb. Hesabat dövründə ölkəyə 13,8 milyon dollar dəyərində balıqlar və xərçəng kimilər, mollyusklar və digər su onurğasızları idxal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur. Dünyada ən çox bahalaşan mallar açıqlandı. May ayının nəticələrinə görə investorlar üçün ən çox gəlir gətirən mallar kakao paxlası və platin olub. Şokolad istehsalında istifadə edilən kakaonun qiyməti bir ayda 11% artıb. Digər məhsullardan ən çox portağal suyu 8%, həmçinin düyü və yulafın qiyməti 2,9% yüksəlib. Metallar arasında platin 9,2% bahalaşaraq ən böyük artım göstərib. Qalay və mis də bahalaşıb. Qızılda bahalaşma isə 2,9% təşkil edib. 2025-ci ildə aviaşirkətlərin mənfəəti 36 milyard dollara yüksələcək. Davam edən ticarət gərginliyinə, geosiyasi risklərə və iqtisadi qeyri-müəyyənliklərə baxmayaraq, qlobal hava yollarının mənfəətinin bu il 11,1% artaraq 36 milyard dollara yüksələcəyi gözlənilir. İçəri şəhərə nəqliyyat vasitələrinin girişi yenidən tənzimlənib. İçəri şəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədi ilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklərin tətbiqinə başlanılıb. Bildirilib ki, yeni tənzimləməyə əsasən qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədi ilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobil ilə məhdudlaşdırılıb.